Hər kəsə salam. DİM 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 6-nın izahına baxırıq. Demək, metallar verilib X, Y, Z. Oksigenlə reaksiya məhsulları. Natrium oksigenlə natrium 2O2 əmələ gətirir. Ona görə bunu çıxırıq. Kalium oksigenlə kalium O2 alınır. Xrom oksigenlə xrom 2O3. Mist oksigenlə mis oksid formasını əmələ gətirir. Olur B variantı. Kalsium X-lə daxil olur, Y alınır. Y də su ilə asetilin və kalsium hidroksid. Demək, burada Y kalsium karbid olur. Çünki onun su ilə reaksiyasından asetilin və kalsium hidroksid alınır. Onda kalsiumda demək ki, karbonla reaksiya daxil olub ki, bu birləşməni əmələ gətirib. Kalsium karbidi əmələ gətirib. 2 də olur D variantı. Dəmir isti qatı nitrat turşusu ilə reaksiyası. Dəmir qatı nitrat alınır. Dəmir 3 nitrat qatısı ilə ayrılır NO, bir də su. Bunu əmsallaşdırsaq, dəmir 0-dan dəmir müsbət 3-ə. Azot müsbət 5-dən azot müsbət 2-yə. 3, 3 qalır 1, 1. Burada soldakı dəmirin qarşısına 1 yazırıq. Burada 1 yazırıq. Onda burada 4 yazmalıyıq. Burada 2 düzəlir. Dəmirin kütləsi görürük ki, 100-dən başlayıb 72-də dayanıb. Yəni, neçə qram sərf olunub? Biz sərf olunan qiymətlərlə işləyirik. 28 qram sərf olunanda neçə qram NO alınır? X. Dəmirin ayrı 56, NO-nun da kütləsi 30-dur. Buradan da bərabər olacaq 15-ə. Y variantı. Bu 3-cü sual idi. Demək, 4-cü sual. Alüminium və kalsium sabit valentlidir hər ikisi. Natrium hidroksidlə reaksiyadan duz və hidrogen alınır, alüminium. Kalsium daxil olunur natrium hidroksidlə. Su ilə reaksiyadan qələvi alınır, kalsium. Hidrogenlə reaksiyasına hidrid alınır, kalsium. Olacaq 2, 3, 4, A variantı. Sonra 5. Reaksiya məhsullarında dəmirin oksigenləşmə dərəcələrini müəyyən edin. Dəmir buradan dəmir xlor 2 əmələ gətirir, yəni müsbət 2 oksigenləşmə dərəcəsi olur. Buradan dəmir xlor 3, müsbət 3. Duru su ilə 2 valentli verir, müsbət 2. Qatısı ilə feryum 2, SO4 3, yəni müsbət 3. Müsbət 3 olanlar olacaq 2 ilə 4. 1, 3 də qalır, müsbət 2 olana. Olur 5-də Y variantı. Alüminium karbid. Alüminium 4, S3 yazırıq. Kalsium karbid, kalsium S2. Karbon atomlarının oksidaşma dərəcəsi -1-dir. Kalsium karbiddə -1-dir. Amma burada olacaq -4. Yəni bu ümumi deyil. Su ilə reaksiyasına qaz alınır. Hər ikisi su ilə reaksiya daxil olur. Buradan metan qaz ayrılır. Buradan da asetilin qaz ayrılır. Yəni hər ikisindən qaz ayrılır. Karbonun valenti 4-dür, bəli. Karbon sabit valentlidir. Karbonun valenti 4 olur. Bir dənə CO-da valenti 3-dür. Qalan hər yerdə karbonun valenti 4 olur. 1 molunda 3 atom var. Burada 7 atom var. Burada 3 atom var. Yəni bu ortaq xüsusiyyət deyil. Ona görə olacaq B variantı. 7. Kalsium karbidin suyuna reaksiyası. Plus H2O. Qaz alınmışsa, buradan alınır kalsium hidroksid və S2H2. Əmsallaşdırsaq, bura 2. A qram kalsium karbid, A qram su ilə reaksiya daxil olur. Hər ikisi A qramsa, demək hansınası artıq qalacaq. Aşağı artıq qalan tapmaq üçün maddələrin altına da öz emerlərini yazırıq. Bu eləyir 64, bu da 2-ni vuruq 18, 36, yəni əmsalına da vurmaq şərtilə. A bölü 64, A bölü 36. Təbii ki, A-nı 36-ya bölsək daha böyük qiymət alarıq. Böyük olan artıq qalır. Biz də artıq qalan yox, sərf olunandan işləyirik, yəni kalsium karbidlə. Demək, A qram kalsium karbid reaksiya daxil olanda 0,2 mol qaz alınmışdır. Qazda S2H2-dir. Bəs 64 qramından nə qədər? 1 mol qaz ayrılır. Buradan da A bərabər olur 12, 10-da 8-ə. Biz A-nın qiymətini tapdıq. İndi bizdən istəyir ki, hansı maddədən və neçə qram artıq qalar. Artıq qalan maddə sudur. A-nı deyini çıxdı. İndi görək onun nə qədəri sərf olunub ki,
nə qədəri də artıq qaldı. Biz yenə kalsium kloriddə əsasən görək su nə qədər sərf olunub. 64 qramına 36 qram sudsa A-nı 12,8 tapdıq. 12,8-dən nə qədər olacaq? X. X də bərabər olur buradan 7,2. Tənasübdən tapdığımız onun sərf olunan qiymətidir. Demək su əvvəl 12,8 idi. Yəni A qram idi. O da 12,8 tapmışıq. 7,2-si sərf olunur, qalır 5,6 qramı artıq. Olacaq C variantı 7-də. Qələvi metallar. Bərkliyi azalır, yuxarıdan aşağı atom radiusu necə dəyişir? Qələvi metallar ümumiyyətlə yuxarıdan aşağı doğru getdikcə ərimə temperaturu bərklikdə azalır. Amma atom radiusu biz bilirik ki, qruplar üzrə yuxarıdan aşağı getdikcə artır. Olur Y variantı. Hansı metallar natrium OH-la reaksiya daxil olmur? Alüminium və sink daxil olur, çünki onlar amfoter xassəlidir. Amma mislə dəmir amfoter xassəli deyil, onlar qələvi ilə daxil olmur, olacaq D variantı. Demək, X hansı metal ola bilər? Yəni, hansı metaldır ki, sinki məhlulundan çıxardır. Bu da o deməkdir ki, elektrokimyəvi gərginlik sırasında sinkdən əvvəldə yerləşən metal olmalıdır. Xrom, gümüş, dəmir, mis sinkdən sonra yerləşir, amma maqnezium ondan əvvəl yerləşir. Ona görə maqnezium onu çıxara bilər. Reaksiya üçün hansı ifadə doğrudur? Buradan alınır alüminium 2O3 və dəmir. Reaksiyadan alınan mürəkkəb maddə natrium OH-dan da reaksiya daxil olur. Buradan alınan mürəkkəb maddə alüminium oksiddir. Amfoter oksiddir. Amfoter oksidlərdə qələvlərlə reaksiya daxil olur. Olacaq A variantı. Sonra reaksiyadan metal xloriki alınarsa metalın nisbi atom kütləsini hesablayın. Demək, metal xloriki alınırsa demək götürülən metal 2 valentliymiş. Metal plus xlor 2, metal xlor 2. H xlorla daha doğrusu reaksiya daxil olur. Metal plus H xlor alınır. Metal xlor 2 və H2 əmsallaşdırsaq bura 2 atırıq. 11,2 qram metal H xlorla reaksiya daxil olunda 0,2 mol H2 alınır. Bəs bu metalın kütləsini bilmirik, nisbi atom kütləsi. Ona X yazıq. Bu zamanda 1 mol hidrogen ayrılır. Buradan da X bərabər olur 56-ya. Hansı reaksiyada X misdir? Mis H xlorla reaksiya daxil olmur. Sonra mis su ilə da reaksiya daxil olmur. Mis elektrokimyəvi gərginlik sırasında dəmirdən sonradır, onu çıxara bilməz. Sonra mis qat nitrat turşu suyunda reaksiya daxil olur və NO2 əmələ gətirir. Bu da doğrudur. Amma mis 2 sulfatın elektrolizindən burada alınar mis, sulfat turşusu və oksigen, yəni bu da uyğun gəlmir. Ona görə olur D variantı. 14-də 1 mol maddə yanmasına sərf olunan oksigen kütləsi 16-dır. 1 molun yanmasına 16 qram, yəni neçə mol deməkdir? 0,5 mol deməkdir. Demək, 1 molu 0,5 mol oksigenlə reaksiyaya daxil olur. Biz bunu reaksiyaları yazıb bir-bir baxaq. A variantında litium oksigenlə əmələ gətirir litium oksidi. Əmsallaşdırsaq 4-ünə 1 mol oksigen düşürsə 1-inə 0,25 mol düşəcək. Bizə lazımdır ki 1 mol metalda 1 mol metal 0,5 mol oksigenlə reaksiya daxil olsun. Sonra B variantı. Kalium oksigenlə kalium O2 əmələ gətirir. Burada 1-inə 1 mol gedir. C-də natrium oksigenlə reaksiya daxil olanda natrium peroksid əmələ gətirir. Natrium 2O2. Bura 2 atırıq. Əgər 2 molu 1 mol oksigenlə reaksiya daxil olursa 1-i nə qədər olacaq? X. X də bərabər olur 0,5. Yəni metalın 1 molu 0,5 mol oksigenlə reaksiya daxil olur. Olacaq C variantı 14-də. 15. Sink və mis üçün fərqli olan qələvidə həll olması. Bəli, sink qələvilə reaksiya daxil olur, amma mis olmur. Bizə də fərqlər lazımdır. Hidroksidinin suda pis həll olması. Hər ikisinin hidroksidi çöküntüdür, yəni suda pis həll olur. Bu oxşar olur. Duru sulfat turşusu ilə reaksiya daxil olması. Duru sulfatına sink daxil olur, amma mis daxil olmur. Bu da fərqlidir. Oksigenlə hər ikisi reaksiya daxil olur. Olacaq C variantı. Demək, 16-da.
mis 2 oksid, bir də XO verilib. Bunlar hər ikisi H xloruna reaksiya daxil olur. Alınır buradan mis xlorid H2O, bura 2 yazırıq. Bu da H xloruna reaksiya daxil olur. Alınır X xlor 2 və H2O. Burada 2 yazırıq. Götürülən mis 2 oksid 32 qramdır. O daxil olur N mol xlorid turşusu ilə reaksiyaya. Bəs 80 qramı nə qədər? 2 mol H xloruna reaksiya daxil olur. Buradan da 64'ü bölsək 80'ə edəcək 0.8 mol. Biz N-i tapdıq 0.8. Hər ikisi üçün N-dir, yəni hər ikisi üçün N-in qiyməti 0.8 edir. İndi 27.2 qram XO neçə mol H xloruna reaksiya daxil olub? N. N-i də tapdıq 0.8. Bəs 2 mol H xlor olanda bunun emerini yazmalıyıq. X-in kütləsini bilmirəm. X yazım, oksigen də 16'dır. Buradan da X bərabər olur 52. C variantı. 17. Hansı sınaq şüşələrində reaksiya getməz? Natrium H xlorla reaksiyaya daxil olur. Dəmir H xlorla reaksiya daxil olur. Mis daxil olmur. Kalsium daxil olur. Gümüş daxil olmur. Olur 3-5 B variantı. Məhlulda gedən hansı reaksiyadan metal alınmır? Demək, burada mis elektrokimyəvi gərginlik sırasında gümüşdən əvvəl yerləşir, onu sıxışdırıb çıxara bilər. Buradan sərbəst metal, yəni gümüşü ayıra bilərik. Sink də dəmirdən əvvəldə yerləşir, onu sıxışdırıb çıxarar. Buradan da alarıq. Amma kalsium gümüş nitratın məhlulu ilə reaksiya gedəndə orada sərbəst metal ayrılmır. Bu reaksiya necə gedir? Baxın, gümüş nitrat məhlul halında olur. Məhlul deyirsə, demək, burada gümüş nitratla yanaşı su da var. İlk olaraq kalsium su ilə reaksiya daxil olur. Alınır kalsium hidroksid və hidrogen. Sonra alınan bu kalsium hidroksid gəlir gümüş nitratla reaksiyaya daxil olur. Buradan gümüş hidroksid və kalsium nitrat alınır. Yəni, alınan maddələrin içərisinə baxanda biz burada sərbəst metal görmürük. Ona görə olur cavab C variantı. Mis məftil açıq havada qızdırılır və alınan oksidin tam reduksiyasına 0.8 mol hidrogen sərf olunmuşsa, mis ilə reaksiyaya neçə qram oksigen daxil olmuşdur? Demək, mis məftil açıq havada qızdırılır. Yəni oksigenlə reaksiyaya daxil olur. Alınır mis 2 oksid. Bura 2, bura 2. Sonra alınan mis 2 oksid hidrogenlə reduksiya edilir. Alınır mis və su. Deyir ki, alınan oksidin tam reduksiyasına, yəni bu mis 2 oksidin tam reduksiyasına 0.8 mol hidrogen sərf olunub. 1 mol hidrogen, 1 mol mis 2 oksidlə reaksiya daxil olursa 0.8 olacaq 0.8 mol. Demək, misin oksigenlə qarşılıqlı təsirindən 0.8 mol mis 2 oksid alınmışdır. İndi 0.8 mol mis 2 oksid alınmışsa, deyir, mislə reaksiyaya neçə qram oksigen daxil olmuşdur? 0.8'i alınanda X, 2 mol alınanda da 32 qram. Bu da eləyəcək 12.8. Olur A variantı. 20. Natrium və kalsium üçün ümumi olan su ilə qələvə əmələ gətirir, bəli. Oksigenlə reaksiyasından oksid alınır. Kalsiumdan oksid alınır, amma natrium peroksid alınır. Bu ümumi deyil. Karbonatı termika parçalanır. Natrium kalium karbonatları parçalanmır, amma kalsium 2 parçalanır. Kerosində saxlanılır, bəli. Natriumdur, kalsiumdur. Bunlar, yəni qələbə torpaq metalları kerosində saxlanılır. Olur Y variantı 20-də. Onları da ona görə kerosində saxlayırlar ki, aktiv metallardır. Sürətli qarşılıqlı təsirdə olduqları üçün onları kerosində saxlayırlar. Sonra 21. Kalsium və su reaksiyaya daxil olur. Buradan alınır kalsium hidroksid və hidrogen. Əmsallaşdıranda bir 2 yazırıq. Demək, götürülən kalsium M qram, su isə M-1. Yerinə yazaq, kalsiumun ayrı 40'dır, su da 18 qramlı 2'yə də vuruq 36. Tənasüblə həll edirik. 40 M-40 bərabərdir 36 M. 4M bərabərdir 40'a, M də bərabər olur 10. İndi M-in qiymətini yerinə yazıb,
Ayrılan hidrogenin həcmini tapmalıyıq. M-i 10 tapdıq. 10 qram kalsiyumdan x litr hidrogen ayrılırsa 40-ından 1 mol, yəni litrlə dediyi üçün 22,4 litr. Buradan da x bərabər olur 5,6-ya. X hansı metallar ola bilər? Yəni qat sulfat turşusundan SO2 əmələ gətirsin. Mis olar, kalsiyumdur, kaliumdur. Bunlar H2S əmələ gətirir. Dəmir də uyğun gəlir. Olur 1,3 A variantı. Alüminium və kalsiyum. Reaksiya sərf olunan xlorun miqdarı. Alüminium. Xlorla reaksiya daxil olur. Alınır alüminium xlorid. Sonra kalsiyum xlorla reaksiya daxil olur. Alınır kalsiyum xlorid. Burada əmsallaşdırsaq 2, 3, 2. İkincidə ehtiyac yoxdur. Hər ikisi A mol götürülüb. Bu da A mol götürülüb, bu da A mol götürülüb. Əgər A mol götürülübsə, indi deyir reaksiya sərf olunan xlorun miqdarı. Bizim ilkin qarşılığımızda A mol alüminium, A mol kalsiyum var. Və qarşılığın kütləsi nə qədərdir? 13,4, yəni 27. Hər birinin A yerinə vururuq moluna. 27A plus 40A bərabərdir 13,4. Buradan 67A bərabərdir 13,4. A da bərabər olacaq 0,2. A-nı tapdıq biz. Onu da gətirib yerinə yazırıq. 0,2, 0,2. Reaksiyaya sərf olunan İndi biz yerinə yazsaq, görək həqiqətən də 0,5 mol xlor reaksiyaya sərf olunub. 2 mol alüminiuma 3 mol xlordursa 0,2 olacaq 0,3. Birinə 1-dirsə 0,2-sinə də olur 0,2. Həqiqətən də 0,5 mol cəmi xlor reaksiyaya sərf olunur. İndi bizdən ilkin qarışıqda alüminium kütləsini istəyir. İlkin qarışığımızda A mol, yəni 0,2 mol alüminium var. 0,2-ni vuruq A yerinə 27, bu da eləyir 5,4. Sonra 24. Magneziumla oksigenin qarşılıqlı təsir reaksiyasını yazırıq. Magnezium plus oksigen alınır. Magnezium oksid 2,2. Demək, 20 qram magnezium oksid alınıb. Və X-lə Y, yəni magnezium oksigen hər ikisi M-lə başlayıb. İndi biz tapaq görək, bunun hansı Y-də, hansı X-dir. X tam sərf olunub, Y isə az sərf olunub. Yəni, hansı daha çox sərf olunub? X. Yəni ki, kütləsi daha çox olan, daha çox sərf olunur. İndi bu reaksiyada bizim nə qədər magneziumumuz var? 24 vur 2, 48 qram, oksigende 32 qram. Hansı daha çoxdur? Magnezium. Yəni, kütləsi çox olan daha çox sərf olunur. Yəni, biz də tam sərf olunandan işləyəcəyik magneziumla. Demək, magnezium 20 qram imiş. 20 M qram imiş. M qram magneziumdan 20 qram magnezium oksid alınırsa, 48 qramından nə qədər alınacaq? Magnezium oksidin M-ri olur 40, əmsalını da vururuq 80. Buradan da M bərabər olacaq 12. 25. Sink natrium hidroksid məhlulu ilə reaksiyaya daxil olur. Alınır natrium sinkat, yəni onda burada reaksiyanın əvvəlində su da olur, alınır. Natrium 2, sink O2 plus H2. Əmsallaşdırsaq, bura 2 gəlir. Burada 2 yazsaq, burada 2 düzəlir. Aha, tam olur. Yox. Əslində burada heç suya ehtiyac yoxdur. Yəni bu formada qalsa, onda əmsallar hidrogen qarşısından 2-ni silsək düzəlir. İndi götürülüb 32,5 qram sink. Sink natrium hidroksid məhlulu ilə reaksiyaya daxil olur və x litr hidrogen ayrılır. Yəni başlanğıc maddələrin hər ikisinin görülü kütləsi verilibdir. Onda biz baxaq görək hansı tam sərf olunur. Ki biz sərf olunandan işləyək. Natrium hidroksidin də kütləsi 200 qram 10% natrium hidroksiddir. 200-ün 10% edir 20 qram natrium hidroksid var burada. Yazırıq üzərinə. Bura 65, burada 2 vur 40-80 qram eləyir.
32.5'i 65'e bölsək. Sonra artıq qalanı tapmaq üçün yuxarını bölürük aşağı. Burada alınır 0.5. 20'ni də 80'e bölsək 0,25. Hansı böyükdür? 0.5. Demək sinkdən artıq qalır. Biz hesablamanı aparırıq. Natrium hidroksidə görə. Yəni sərf olunandan işləyirik. 20 qram natrium hidroksid reaksiyaya daxil olanda neçə litr hidrogen ayrılır? X. Natrium hidroksidin emeri 40'dır. Əmsalına da vururuq 80. Bu zaman neçə litr hidrogen ayrılır? 1 mol, yəni 22.4 litr. Buradan da X bərabər olur 5.6. Kalsium və sink üçün hansı ifadələr doğrudur? Pirometallurgiya üsulu ilə almaq olar. Kalsiumu pirometallurgiya ilə almırıq, ona görə bu yanlışdır. Hidroksidlər suda həll olunur. Kalsium hidroksidi suda həll olur, amma sinkinki həll olunur. Biz ortaq olanlar seçməliyik. Xlorid turşulu hər ikisi daxil olur. Atomda normal halda cütləşməmiş elektron yoxdur. Kalsium 20'dir. Yazanda olur 4s2. Yəni əvvəldən onsuz da cüt yerləşə gəlir. Son hissədə də 4s2'yə baxsaq, yəni hamısı tam cütlənmiş olur. Sink də 30'dur. Son hissəni yazanda yazırıq 4s2, 3d10. Burada da artıq orbitallar tam dolubsa, orada demək ki, hamısı cütlənibdir. Yəni cütləşməmiş tək elektronu yoxdur. 4-cü dövr elementidir. Bəli, kalsium da 4-cü dövr elementidir. Sink də 4-cü dövr elementidir. Olur 3, 4, 5. Metalların uyğunluğunu müəyyən edir. Demək, X azotla X3N birləşməsi əmələ gətirir. Y də azotla Y3N əmələ gətirir, amma adi şəraitdə. Adi şəraitdə azotla reaksiya daxil olur litium. Buna görə 2-də olur azotla litium 3N birləşməsi əmələ gətirir. Digər qələvi metallardır. Natriumdur, kaliumdur. Bunlar da azotla natrium 3N, kalium 3N birləşmələrini əmələ gətirir. Ona görə B ilə Y uyğun gəlir bura. Yerdə hansılar qaldı? A ilə C. İkivalentli metallarda demək azotla kalsium 3N2, magnezium 3N2 tipli birləşmələr əmələ gətirir. 1'ə B'yə, 2'yə də 3'ə AC. 28. Mis nitrat turşusu ilə reaksiya daxil olur. Alınır mis 2 nitrat, NO və su. Mis 0'dan gəlir, mis müsbət 2. Azot müsbət 5'dən gəlir, azot müsbət 2. 2 elektron, 3 elektron yerini dəyişirik. 3, 2. 3'ü yazıram misin qarşısına, 2'ni də yazıram NO'nun qarşısına. Qalanları düzəldirik. Sağda 8, yox, 8 azot, burada 8 yazırıq, burada 4 yazırıq, düzəlir. İndi reaksiya tənliyini yazın, əmsallaşdırın. Bu əmsallaşmış formasıdır. Əmsalları silmiş olsaq da o da tənliyin yazılı forması olacaq. Reduksiya edicinin formulunu yazın. Reduksiya edici nədir? Oksidaşma dərəcəsi artan. Artan da görürəm ki, misdir 0'dan müsbət 2'yə artıbdır. Demək, reduksiya edici maddəm olacaq. Mis. Sonra 29. Reaksiya daxil olan və alınan maddələrin sayına görə reaksiyanın tipi. Demək, ümumiyyətlə bir bəsit, bir mürəkkəb maddə varsa, bu olur əvəz etmə reaksiyası. Reaksiyanı da tamamlasaq. Birinci reaksiyadan alınır natrium hidroksid və H2, yəni bu əvəz etmə reaksiyasıdır. Sonra buradan alınan X H xlorla reaksiya daxil olur. Hidrogen H xlorla getmir, demək X natrium OH imiş. Natrium hidroksid H xlorla. Bu isə əsas və turşu arasında gedən reaksiyasıdır ki, əsas və turşu reaksiya daxil olan zaman normal duz və su alınırsa, bu neytrallaşma reaksiyasıdır. Bu duzdur, bu da sudur. Neytrallaşma reaksiyası da mübadilə, yəni dəyişmə reaksiyalarına aiddir. 30. Alüminium natrium hidroksid məhlulu ilə reaksiya daxil olur. Burada reaksiyanın əvvəlində də su olur və alınacaq natrium alüminat, yəni natrium alüminium 12, bir də hidrogen.
Reaksiya tənliyini yazdıq. Bunu əmsallaşdırmalıyıq həmçinin. Əmsallaşdırsaq, alüminium qarşısına 2, burada 2 yazsaq, onda natriuma da 2 yazmalıyıq. Hidrogen, oksigenlərin bərabərləşdirmək üçün suya da 2 yazaq. Onda hidrogen də 6 olsun deyə bura 3 yazaq, düzəlir. Bu olur birincisi. İndi bizə verib 6 qram alüminium reaksiya daxil olur. Və 0,3 mol X qazı ayrılır. Alüminium tərkibində olan qarışığın kütlə payını hesablayın. Demək, burada 6 qram alüminium olsa da bunun hamısı təmiz deyil. Görək, bu alüminiumun nə qədər hissəsi reaksiya daxil olur? Reaksiya daxil olan hissə təmiz hissə olur. Demək, qramla dediyi üçün alüminium ayrı 27-dir, əmsalına da vururam. 27 vur 2 qram alüminium reaksiya daxil olduqda neçə mol hidrogen alınıb? 3 mol hidrogen. Bəs 0,3 mol hidrogen ayrılanda nə qədər alüminium reaksiya daxil olur? Buradan X bərabər olur 5,4. Demək, 5,4 qram alüminium təmiz alüminium imiş ki, reaksiya daxil olub. Əgər 6-nın 5,4-ü təmizdirsə, yerdə qalan 0,6 qramı belə deyək də qarışıq halında olan alüminium imiş. Qarışıq. İndi bizdən də alüminiumun tərkibində olan 6 qram alüminiumun tərkibində olan qarışığın kütlə payını istəyir. Yəni 0,6-da qarışığımız var. Onu da vururuq 100-ə faizlə dediyi üçün. 0,6-nı 100-ə vursaq 60, 66-ya böləndə eləyəcək 10. Bu da olur ikincinin cavabı.